Qrasyana görə təbiət insanı taleyin ixtiyarına atır. Həyat isə amansız mübarizə meydanıdır. Burada yalnız qaliblərə yer var. Qaliblər ağıllı, hər şeyi ölçüb biçən, soyuqqanlı, ehtiyatlı, niyyətini gizlin saxlayanlardır. Hamını axmaq hesab eləmək ən böyük axmaqlıqdır. Hamının öz niyyəti var. Kim bu niyyəti gizlədə bilib hərəkət edirsə, o qalib gələ bilər. Qrasyan Machiavellini tənqid etsə də, həyatda istər-istəməz onun yolu ilə getmişdi. Kritikon əsərindən. Belə nəql edirlər ki, bir dəfə bəxt ilahəsi sağında, solunda əyanları oturdub xahişinə gələnləri qəbul edirmiş. Bu zaman gəlib xəbər verirlər ki, xoşbəxtlik axtaran iki cavan onun mərhəmətini diləməyə gəliblər. Qoy gəlsinlər. Cavanlar daxil olur. Birinci cavan baş əyib deyir: Ulu bəxt, mən ağıl və müdriklər arasında şöhrət üçün gəlmişəm. Saray əhli bir-biri ilə pıçıldaşırlar. Bu cavan dünyanı fəth eləyəcək. Amma bəxt ilahəsi sakitcə və azca qəmli-qəmli deyir: Get, arzuna çatdın. İkinci cavan irəli gəlib baş əyir: Mən nadanlar və axmaqlar arasında şöhrət istəyirəm. Bütün saray adamları bu qəribə arzuya qəhqəhə ilə gülürlər. Lakin bəxt ilahəsi təbəssümlə cavab verir: Get, arzuna çatdın. Beləcə hər ikisi razı və məmnun halda sarayı tərk edirlər. Saray əhlinin üzündə hələ də heyrət və anlaşılmazlıq görən bəxt ilahəsi bunlara belə deyir: Əziz əyanlarım, sizcə bu xahişə gələnlərin hansı ağıllı idi? Fikirləşirsiniz ki, əlbəttə birincisi. Amma bilin, birinci cavan axmaqdır. Heç özü də bilmədi ki, nə istədi. O dünyanın ən axırıncı adamı olacaq. Amma ikinci öz işini yaxşı bilir. Bu paradoksal sözləri eşidib əyanlar lap çaşıb qalırlar. Onda bəxt ilahəsi izah edir. Bilirsinizmi? Müdriklər və aqillər dünyada azdır. Bir şəhərdə, hətta bir ölkədə heç 4-ü də tapılmaz. Amma nadan və axmaqlarınsa sayı bərabər yoxdur. Buna görə kim onları öz tərəfinə çəkə bilsə, o dünyanın hakimi olacaq. Descartes René 1596-1650-ci illər. Fransız filosofu və riyaziyyatçısı. Yeni dövr fəlsəfəsinin banisi. Zədagan ailəsində doğulub, Yezuit kollecində oxumuşdu. Bir müddət zabit kimi 30 illik müharibədə iştirak eləmişdi. Ömrünün çoxunu Hollandiyada yaşamışdı. Descartes'a görə fəlsəfənin əsasında bir problem, biliklərin doğruluğu problemi durur. Bizə elə bir bilik, elə bir idrak lazımdır ki, onun doğruluğuna heç bir şübhə yeri qalmasın. Hisslər bizi aldada bilər, idrak isə yox. İdrak mütləqdir. Buradan nəticə çıxarıb Descartes belə bir məşhur kəlam işlədir. Düşünürəmsə deməli varam. Descartes müasir idealizmin təməl daşını qoyanlardan biri olsa da, o dualistdir. Ona görə Allah ideya və materiyadan sonra üçüncü substansiyadır. Descartes'a görə insan öz qəlbində əbədi və hər tərəfli kamilliyin ideyasını, yəni Allahın varlığını özü yaratmışdı. Bu ideya onun qəlbi ilə doğulub. Descartes iddia edir ki, yalnız insan ruhu var, heyvanlar isə ruhdan məhrumdular və onların daxili aləmi mexaniki avtomatik idarə olunur. Buna görə onlar düşünməkdən məhrumdular. Həqiqət intuisiyanın daşıyıcısı olan idrak yolu ilə dərk oluna bilər. Həqiqətin doğruluğu isə təcrübə yolu ilə deyil, anlayışlarımızın dəqiqliyi və aydınlığı ilə təsdiq olunur. Descartes'a görə həqiqətin doğruluğunu 4 yolla təsdiq eləmək olar. Birinci, o həqiqətdir ki, aydın və dəqiqdir. Heç bir şübhə doğuracaq yeri yoxdur. İkincisi, hər bir mürəkkəb problemi ayrı-ayrı hissələrinə bölüb aydınlaşdırmaqla, üçüncüsü, metodiki olaraq sübut edilib məlum olanlardan məlum və sübut olmayanlara keçə-keçə, dördüncüsü isə tədqiqatın məntiqi mərhələlərində heç bir boşluğa yol verməmək yolu ilə. Descartes elmlə dini barışdırmağa çalışmışdır. La Rochefoucauld 1613-cü il 1680. Fransız yazıçısı, filosofu. Qədim Zədagan ailəsində doğulub. Gəncliyində orduda xidmət edib. Saint Antoine döyüşündə yaralanıb. Bundan sonra özünün Fikirlər və Xatirələr adlı əsərlərini yazmaqla məşğul olub. Dövrünün Boileau,
Racine, Molière kimi görkəmli adamlarının yaxın dostu olub. Fikirlər əsərində insanın hərəkət və münasibətlərinin egoizmdən doğduğunu, insanın öz ehtiraslarının əsiri olduğunu, onun hərəkətlərinin ağıl və düşüncə ilə deyil, şəxsi mənafi hissləri ilə idarə olunduğunu qeyd edir. La Rochefoucauld'a görə sosial qanunlarla insan təbiətinin qanunları uyğun gəlmir. Nəticədə insanlar arasında bu qədər ikiyüzlülük hökm sürür və ümumiyyətlə bütün xeyirxah əməllər insanların bəd niyyətlərinin maskalanmış ifadəsidir. La Rochefoucauld əsərləri üzərində dönə-dönə işləyib, o aforizmləri ilə insanın öz-özünü tanımasına kömək eləmək istəyir. Ona görə başqasının bizim haqqımızda dediklərinə səbrlə qulaq asmağa çağırır. Çünki dünyada heç kim bunu istəmir və xoşlamır. Bununla da eyiblər çoxalır və dərinləşir. Saxtakarlıq həqiqət tonunda hər yanda hökm sürür. Buna görə hamı maska taxıb yaşayır. Xeyirxah sözlər kimin dilindən çıxsa, birinci saxtakar odur. Aforizmləri. Adamları öyrətmək, adamları öyrənməkdən asandır. Söhbəti ağıl yox, qarşılıqlı inam canlı edir. Şərin də xeyir kimi öz qəhrəmanları var. Paxıllıq nifrətdən də barışmazdı. O qism kinli adamlar daha qorxuludur ki, xeyirxahlıqdan heç də büsbütün xali deyirlər. Adamları oxumaq kitabları oxumaqdan daha xeyirlidir. Kim ki daha qüvvətlə sevir, o hiss etmir ki, artıq çoxdan bəri sevilmir. Biz hər hansı şəxsi gələcəkdə ondan xeyir gözlədiyimiz üçün tərifləyirik. İnsanın bütün ümidlərinin alt-üst olması həm dostları, həm də düşmənləri üçün eyni dərəcədə xoşdur. Biz həmişə qorxanda bütün öləsi məxluqlar kimi qorxuruq. İstəyəndə isə elə istəyirik ki, güya ölməzik. Bədən, səs, gözlər və üz daha çox söz deyir, nəinki danışmaq. Qocalar artıq pis nümunə göstərə bilmədiklərinə görə xeyirli məsləhətlər verirlər. Təbiət bizə ləyaqət bəxş etmişdi. Onun üzə çıxması isə bəxtdən asılıdır. Xarakterin zəifliyi düzəldilməsi mümkün olmayan yeganə çatışmazlıqdır. Fəlsəfə keçmiş və gələcəyin dərdinə qalib gəlir. İndinin dərdi isə onu məğlub edir. Cinayət özünə daha asan himayədərlər tapa bilir. Nəinki məsumluq. Namuslu adamlar bizə ləyaqətimizə görə hörmət edir. Qara cəmaət isə bəxtimizə görə. Bəzən sadəcə bir kobudluq hiləgərin torundan qaçmaq üçün kifayət edir. Pascal Blaise 1623-1662 illər. Fransız riyaziyyatçısı və filosofu. Hüquqşünas və riyaziyyatçı olan atasının yanına bir çox elm adamları toplaşıb bir növ ev dərnəyi yaratmışdılar. Sonralar Kardinal Richelieu 1666-cı ildə həmin dərnək əsasında Paris Akademiyasını yaratmışdır. Pascal hələ uşaqlıqdan qeyri-adi qabiliyyətini biruzə verib, 10 yaşında səslər haqqında traktatını yaratmışdı. Gəncliyində bir çox riyazi kəşflər etdikdən sonra 30 yaşında qəfildən dönüb dindar olmuşdur. Fəlsəfəyə aid əsəri Fikirlər adlanır. İnsanın mənəvi kiçikliyini, miskinliyini, xəbisliyini, paxıllığını, riyakarlığını və mənsəb düşkünlüyünü açıb göstərir. Xristianlığı bütün bunlara qarşı qoyub, xilas yolu kimi, mənəvi təbəddülat kimi təqdim edir. Pascala görə insan xeyirlə şərin birləşməsidir. Zəka dəlilləri ilə qəlb dəlilləri bir-birindən fərqlənir və bu da insan ruhunun faciəviliyinə səbəb olur. Fikirlərindən nümunələr. Öz-özümüzü dərk eləyək. Doğrudur, biz bu zaman həqiqəti qavraya bilmirik. Əvəzində öz həyatımızda nizam-intizam yarada bilirik ki, bu da bizim üçün ən vacib məsələdir. Hava mənim ruhumun vəziyyətinə çox az təsir edir. Mənim öz dumanlı günlərim və pis havalarım var. Zaman ona görə kədər və inciklikləri unutdurur ki, insan dəyişir. İnciyən də, incidən də başqalaşır. Qəzəblənmiş xalq da eyni ilə. 2 nəsil götürün, sonra onlara baxın. Onlar əvvəlki kimi fransızdılar, lakin artıq tamam başqa adamlardır. Döyüşlərdə bizi onun qələbə ilə başa çatan sonu deyil, döyüşün özü cəlb eləyir. Biz heyvanların vuruşmasına baxmağı xoşlayırıq.
qurbanını parça-parça edən qalibə isə yox. Cromwell bütün xristianları yer üzündən silməklə hədələyir. O, kral nəslini məhv eləyəcək. Öz nəslini isə hakimiyyət başına qoyacaqdı. Əgər onun sidik yolunda bircə dənə qum zərrəsi olmasaydı. Hətta Romada xilas olmayacaqdı. Amma budur. Həmin qum zərrəsi əmələ gəldi. Cromwell öldü. Nəsli əvvəlki miskinliyinə qayıtdı. Sülh bərpa olundu. Kral da taxtında oturdu. Səmaların bu əbədi səssizliyi məni vahiməyə salır. Nə qədər səltənətlər mənim varlığımdan xəbərsizdir. Mən bilirəm ki, mən olmaya da bilərdim. Mənim düşünə bilməyimdir. Amma bu düşünən mən canlı varlığa çevrilməmiş anamı öldürsəydilər, dünyaya gələ bilməzdi. Deməli, mən zəruri deyiləm. Necə ki, nə əbədi, nə də sonsuzam. Lakin hər şey mənə deyir ki, təbiətdə kimsə zəruri, əbədi və sonsuz bir məxluq var. Şər çox asan başa gəlir. Ancaq o rəngarəngdir. Xeyir isə həmişə bir cürdür. Bütün əşyalar eyni sürətlə, eyni istiqamətdə hərəkət edəndə adama elə gəlir ki, onlar tərpənmirlər. Məsələn, gəmidə olanda kimi. Hamı alçaqlıq eləyəndə də eyni ilə bunu heç kim hiss eləmir və yalnız tərpənməz bir şeyə söykənib dayananda biz başqalarının qaçdığını görürük. Kleopatranın burnu birazca gödək olsaydı, dünya başqa cür olardı. Spinoza Baruch 1632-1677-ci illər. Holland filosofu. Yahudi dininə etinasız yanaşdığına görə icmadan xaric edilmiş, uzun illər şüşə təmizləyən işləməyə məcbur olmuşdu. Nəticədə vərəm xəstəliyinə tutulmuşdu. Allah insan onun səadəti traktatında təbiəti Allahla eyniləşdirib, onu mütləq, əbədi, vahid və sonsuz substansiya kimi göstərir. Spinoza hissləri intuisiyanı dərk etməkdə idrakin köməkçisi hesab edir. Etika başlıca əsərindən biridir. Traktat müəllifin ölümündən sonra çap olunmuş və başqa əsərləri kimi dərhal da kilsə tərəfindən qadağan edilmişdir. Spinoza yazır ki, düşünən insanı dünya sevincləri təmin etmir. Ən yüksək fərəh və rifah həqiqəti dərk etməkdədir. Dini siyasi traktatın əsasında təfəkkür və ilahiyyatın qarşılıqlı fəaliyyəti haqqında müddəa durur. Spinozaya görə mütəfəkkir həqiqət səltənətində hökmrandır. İlahiyyat isə şərəf və itayət səltənətidir. Təbiətdə baş verən bütün hadisələr zərurətdən doğur. Təsadüfün özü də zərurətdir. Azadlıq zərurəti dərk etməkdə və affektlərdən ucada durmaqdadır. Əksinə, affektlərin təsiri altında olmaq köləlikdir. Xoşbəxtlik isə qəlbin Allahı dərk etməkdən doğan dincliyidir. Fikirlərindən. Axı heç bir şübhə yoxdur ki, insanlar effektlərin əsiridirlər və elə yaranıblar ki, kimin vəziyyəti ağırdır, ona yazıqları gəlir. Vəziyyəti yaxşı olana isə paxıllıq edirlər. Adamlar daha artıq qisas almağa hərisdirlər və hər kəs istəyir ki, başqaları onun istədiyi tərzdə yaşasın. Onun bəyəndiyini bəyənsin, onun rədd elədiyini rədd eləsin. Bütün bunlar nəticəsində hamı birinci olmaq istəyir. Buna görə bir-biri ilə toqquşur və kimin nə qədər imkanı varsa, o qədər rəqibini dəf eləməyə çalışır. Burada qalib gələn əldə etdiyi qazancla deyil, başqalarına vurduğu zərərlə daha çox öyünür. İnsanların səhv düşüncələrinin burada göstərmək istədiyim bircə başlıca mənbəyi var. O da bundan ibarətdir ki, güya bütün təbii hadisələr insanların öz işləri kimi müəyyən məqsəd naminə baş verir. Hələ bu harasıdır? Onlar da deyirlər ki, Allah özü hər şeyi hər hansı məqsəd üçün görür. Onlar deyirlər ki, Allah hər şeyi insan üçün yaradıb. İnsan isə ona görə yaranıb ki, Allahı tanısın. Buna görə mən bu qənaətin səbəbini göstərməyə çalışacağam. Çalışacağam izah edeyim ki, niyə adamlar bu cür düşünməyə meyil eləyirlər. Əvvəlcə, bütün adamlar şeylərin səbəbini bilməməkdə eyni səviyyədədirlər. Onların hamısı eyni ilə öz xeyrinə çalışır və bunu da başa düşürlər. Onlar özlərini azad hesab edir. Belə ki, öz istəklərini və meyillərini anlayır. Amma onları bu istək və meyillərə sövq edən səbəblər isə heç yuxularına da girmir. İkincisi, insanlar hər işi müəyyən məqsəd naminə
daha doğrusu onları hərəkətə gətirən qazanc naminə görürlər. Buradan belə bir nəticə çıxır ki, onlar baş verəcək hadisələrin son səbəblərini öyrənməyə can atırlar. Daha sonra onlar özlərində və özlərindən kənarda yalnız onlara qazanc gətirəcək şeylər görürlər. Gözlər görmək üçün, dişlər çeynəmək üçün, bitkilər və heyvanlar yeyilmək üçün, günəş işıqlandırmaq üçün, dəniz balıqları yedizdirmək üçün və s. Buradan da onlar belə bir nəticə çıxarırlar ki, bütün təbii şeylər güya onlardan ötürü yaranıb. Yeni dövr. Leibniz Gottfried 1646-1716-cı illər. Alman filosofu. Leipzigdə universitet professoru ailəsində doğulub. Leipzig Universitetində məntiq elmlərinə yiyələnib. Sonra Yen Universitetində məşhur riyaziyyatçı və filosof Wegelin tələbəsi olub. Berlin Elmlər Akademiyasının və Avropanın başqa elm mərkəzlərinin üzvü seçilib. Leibniz yazır ki, hər hansı bir rəng haqqında düşünməyim və düşündüyümü dərk eləməyim başqa-başqa şeylərdir. Necə ki, rəngin özü məndən nə qədər fərqlənir. Təbiətdə hökm sürən ciddi, müdrik, cazibədar qayda-qanun bizi düşünməyə məcbur eləyir ki, o ilahiyyatın yaratdığıdır. Beləcə, Leibniz bütün əsərlərində materializmlə idealizmi birləşdirməyə çalışmışdır. Fontanel Bernard 1657-1757-ci illər. Rouen şəhərində vəkil ailəsində doğulmuşdu. Yezuit kollecində təhsil alıb. Məşhur dramaturq Karnelin təsiri ilə şeir və başqa janrlarda əsərlər yazmağa başlayıb. 17-ci əsrin 80-ci illərində elmi maarifçi ideyalarını əks etdirən Ölülərin dialoqu, Plutonun düşüncələri, Dünyaların çoxluğu haqqında düşüncələr, Borneo adası haqqında xəbər, Okkazyonalizm sistemi haqqında şübhələr kimi məşhur əsərlərini çap etdirib bütün Avropada şöhrət qazanmışdı. 1691-ci ildə Fransa Akademiyasının üzvü, 1696-cı ildən isə ömürlük katibi seçilmişdi. Əsərləri materializm və ateizm ideyaları ilə zəngindir. Elmin qadirliyinə inanıb. Fəlsəfədə rasionalizm tərəfdarıdır. Əsərləri öz aydınlığı, yeniliyi, məna zənginliyi ilə müasirlərinin və sonra gələn bir çox filosofların yaradıcılığından daha aktual və oxunaqlıdır. Ən məşhur və dərin mənalı əsəri Ölülərin dialoqudur. Həmin əsərdən bir dialoq. Sakrat və Manten. Manten. Ülvi Sakrat, bu sizsizmi? Sizi görməyimə nə qədər şadam. Mən bura lap təzəcə gəlmişəm və gələn kimi də sizi axtarırdım. Bir halda ki, əsərlərimin hər səhifəsində sizdən danışıb, sizi göylərə qaldırmışam. Deməli, sizinlə söhbət eləməyə, sadəlik və böyüklüyünüzün sirrini öyrənməyə haqqım vardı. Sakrat. Sözsüz ki, həyatda filosof olan bir ölü ilə görüşmək mənim üçün də xoşdur. Bir halda ki, siz yuxarıdan təzə gəlmisiniz və mən də çoxdan bəri burada təzə məxluq görmürəm. İcazə verin sizdən soruşum. Dünyada təzə nə var, nə yox? Həyat necə keçir? Bir dəyişiklik olub ya yox? Monten. Paho. Necə dəyişikliklər baş verib? Bəlkə də siz heç baş çıxara bilməzdiniz. Sakrat. Əla və əla. Mən həmişə belə hesab eləmişəm ki, həyat yaxşılığa doğru dəyişməlidir və bəşəriyyət mənim zamanımda olduğundan qat-qat ağıllanmalıdır. Monten. Siz nəyi nəzərdə tutursunuz? Hər şey həmişə olduğundan qat-qat axmaqlaşıb və əxlaqsızlaşıb. Mən bu cür dəyişikliklərdən danışıram. Böyük ləyaqət və ədalət hökm sürən zəmanəniz barədə sizdən daha ətraflı məlumat almaq istəyərdim. Sakrat. Mən isə sizin əsriniz barədə eyni sözləri eşitmək istəyirdim. Doğrudanmı siz demək istəyirsiniz ki, indiki insanlar qədim zamanın adamlarının törətdiyi axmaqlıqlardan xilas olmayıblar? Monten. Mən belə düşünürəm ki, sizin antik dövr barədə belə etinasız danışmağınız səbəbi odur ki, özünüz də həmin dövrün adamısınız. Lakin sizə məlum olsun ki, qədim adət və ənənələr həmişəlik itib gedib və hər şey günü-gündən xarablaşır. Sakrat. Bu mümkündürmü? Görünür mənim zamanımdan sonra hər şey geriyə doğru gedib. Ancaq mən inanıram ki,
əvvəl-axır hər şey qaydasına düşəcək və adamlar bu çox illik təcrübədən ibrət alıb xeyir götürəcəklər. Montaigne: bax, bu qətiyyən ola bilməz. Məgər adamlar təcrübədən ibrət alır? İnsanlar 100 illər boyu həmcinslərinin tutduğu tora düşən quşlara bənzəyirlər. İnsanların hamısı həyata xam gəlir və ataların axmaqlığı övladlar üçün qətiyyən ibrət olmur. Sokrat: necə yəni heç bir ibrət dərsi olmur? Mən belə hesab edirəm ki, insanlığın qocalığı gəncliyindən qat-qat müdrik və kamil olmalıdır. Montaigne: bütün əsrlərin adamları eyni xasiyyətdə olurlar. Ağıl onlara qətiyyən təsir eləmir. Beləliklə, hardakı insanlar var, orada axmaqlar da var. Özü də həmişə eyni axmaqlıq. Yaxşı, əgər bu beləsə, bəs siz necə düşünə bilərsiniz ki, qədim zamanlar indikindən yaxşı olub? Montaigne: yox, Sokrat, bilirəm ki, siz belə mübahisələrdə çox mahirsiniz. Suallarla müsahibinizi istədiyiniz nəticəyə gətirib çıxaracaqsınız. Ancaq mən belə asanlıqla təslim olmayacağam. Bu şübhəsizdir ki, artıq dünyada Aristit, Fokion, Perikl və nəhayət Sokratın özü kimi qüdrətli və əyilməz şəxsiyyətlər yoxdur. Sokrat: nə olsun ki? Deməli, təbiət taqətdən düşüb daha böyük şəxsiyyətlər yetirə bilmir? Niyə başqa sahələrdə yetirə bilir? Ağıllı adamlara gələndə yox. Təbiət heç nə yaratmaqda tənəzzülə uğramayıb. Niyə onun yaratdıqları içində təkcə adamlar yararsız olsun? Montaigne: elə məsələ də bundadır ki, onlar cırlaşırlar. Yəqin ona görədir ki, təbiət hər zaman bir neçə böyük şəxsiyyət yaratmaqla bizə göstərmək istəyib ki, istəyəndə bunu bacarır. Sonra isə daha yaratmayıb. Sokrat: siz bir şeyi unutmayın ki, antik dövr tamamilə xüsusi bir məsələdir. Dövrün uzaqlığı onu sizin gözlərinizdə yüksəldir. Əgər siz Aristit, Fokion, Perikl və məni yaxından tanısaydınız, öz dövrünüzdə də bizə oxşar adamlar görə bilərdiniz. Antik dövrə ona görə üstünlük verirsiniz ki, öz dövrünüzdən razı deyilsiniz. Keçmiş adamları öz müasirlərinizi alçatmaq naminə göylərə qaldırırsınız. Lakin mənə inanın, bizim əcdadlar da, biz də nəvə nəticələrimiz də tamamilə eyni cür adamlarıq. Mən elə zənn edirəm ki, dünyaya laqeyd nəzərlərlə baxan adam tezliklə darıxır. Çünki dünya heç vaxt dəyişmir. Montaigne: mən elə düşünürdüm ki, hər şey hərəkətdədir. Hər şey dəyişir. Ayrı-ayrı yüzilliklərin də insanlar kimi öz mənəvi siması olur. Doğrudan da, məgər bir əsr alimlər əsri, digəri nadanlar əsri deyilmi? Sokrat: elədir. Montaigne: belə olan yerdə bəs niyə şər və xeyir əsrləri də olmasın? Sokrat: yox, burada məsələ tamam başqa cürdür. Geyimlər dəyişir, ancaq bu o demək deyil ki, geyinənlər də dəyişir. Tərbiyəli və kobud, bilik və nadanlıq, çox və ya az sadəlövhlük, ciddi və ya yüngül xasiyyət. Bütün bunlar insanın zahiri örtüyüdür və dəyişməyə məruzdur. İnsanın ürəyi və təbiəti isə heç vaxt dəyişilə bilməz. Bir əsrdə görürsən ki, hamı nadandır, birdən-birə alimlik dəbi düşür, hamı olur oxuyan. Hər hansı əsrin nadanlar və ya biliklər əsri olması dəblə bağlıdır. Hər hansı əsrdə saysız hesabsız axmaqların arasında təbiət bir neçə qeyri-adi zəka yaradır və dünyanın hər yerinə səpələyir. Montaigne: bəs onlar hər əsrdə sadəcə eyni olur, bəlkə bir əsrdə az, birində çox olur. Sokrat: fərq çox az olur. Təbiət öz qanunlarında dəyişməzdir. Vico Giambattista 1668-1744-cü illər. Neapolda kitabsatan ailəsində doğulub. Fəlsəfə və hüquq təhsili alıb. 1725-ci ildə Xalqların təbiətinə aid yeni elmin əsasları əsəri çap olunanda heç bir əks-səda oyatmayıb. Tarixin fəlsəfəsi adlı yeni elmi sahənin banisi sayılır. Vicoya görə bütün ideyalar hadisələrin ardınca müəyyən qayda ilə gəlir. Adamlar əvvəl vəhşi, sonra alicənab və şöhrətpərəst, sonra mərd və ədalətli olurlar. Bundan sonra əks dövran, yəni mənən alçalma mərhələləri başlayır. Vicoya görə millətlər də insanlar və bitkilər kimi körpəlik, yetkinlik və qocalıq dövrlərini keçirirlər. Bu üç mərhələdən sonra hər şey yenidən təkrar olunur. Vico'nun ömrü boyu öyrəndiyi və bəhrələndiyi Platon və
Tasitdir. Çünki Platonun əsərlərində insan necə olmalıdırsa, elə təsvir olunur. Tasit isə insan necədirsə elə təsvir edilir. Vicoya görə dövlət o zaman çiçəklənir ki, insan özünü sevərliyi hələ individual şəkil almayıb və ümumiliyə özününki kimi baxır. Monarxizm monarxın özü tərəfindən qanunları pozmaqla dağılır. Bu zaman ölkə hələ dağılma prosesinə məruz qalmayan Fatih xalq tərəfindən işğal olunur. Deməli, rəhbərlik telləri tarixin labirintlərində mənəvi idrak və proqres tərəfindən yaradılmır. Vico qədim Romalıların qəhrəmanlığını və xeyirxah əməllərini yüksək mənəvi keyfiyyətlərində deyil, onların evlərinə və yurdlarına fanatikcəsinə bağlılıqda görür. Patrislər ona görə dövlətin keşiyində dayanmışdılar ki, bu onların dövləti idi və bu xasiyyət bütün zamanlar üçün dəyişməzdi. Vico'nun yeni elmi əsasları əsərindən. İdeyaların ardıcıllığı təbiət hadisələrinin ardıcıllığı ilə uyğun gəlir. İnsan işləri də belə bir ardıcıllıq tələb edir. İnsanlar əvvəlcə meşələrdə gizlənir, sonra özlərinə koma düzəldir, sonra kəndlər, daha sonra isə şəhərlər tikib akademiyalar yaradırlar. Bu ardıcıllıq etimologiyanın da əsasını təşkil edir. O da öz növbəsində yuxarıdakı ardıcıllığa əsasən dəlillərin əmələ gəlmə tarixini öyrənməyə kömək edir. İnsanlar əvvəlcə zəruriyyətlə idarə olunur, sonra xeyirli şeylərin qayğısına qalırlar, sonra da ləzzət, rahatlıq axtarırlar və nəhayət rahatlıq və keyf damaqdan məhv olurlar. Xalqlar əvvəlcə amansız, sonra ciddi, sonra xeyirxah, incə, axırda isə qadına bənzər olurlar. İnsan nəslinin tarixi göstərir ki, əvvəlcə adamlar Polifen kimi amansız və kobud, sonra Axil kimi alicənab və şöhrətpərəst, daha sonra Aristit kimi mərd və ədalətli olurlar. Sonralar böyük igidlik göstərən və eyni zamanda çoxlu eyibləri olan və kütlələr arasında böyük şöhrət qazanan İskəndər və Sezarlar gəlir. Onların ardınca şübhəli və qaraqabaq Tiberlər və ən nəhayət həyasızlıq, quduzluq və pozğunluq rəmzi olan Kaligula, Nepon və Domisianlar gəlir. Bütün bunlar zəruri səbəblərlə bağlıdır. Bu ardıcıllıq bizə əbədi və ideal tarixin prinsipini verir. Biz görürük ki, bütün millətlər doğuluş, inkişaf və dağılmadan ibarət olan eyni bir yolu keçir. Walter François 1694-1778-ci illər. Fransız yazıçısı, tarixçi və filosofu. Yüksək dairə nümayəndələrinə yazdığı satirasına görə bir neçə gün Bastiliyada yatandan sonra Fransanı tərk etməyə məcbur olub. Uzun illər qonşu ölkələrdə yaşayıb, müxtəlif janrlarda saysız hesabsız əsərlərini yaradıb. Xalqların mənəviyyatı və ruhu, fəlsəfi məktublar kimi əsərlərində tarixi prosesi nikbin boyalarla təsvir edir. Bəşəriyyətin gələcəyini ictimai və elmi tərəqqidə görür. Sonralar Prusiyada keçirdiyi günlərin acı sonluğunun təsiri altında İsveçrədəykən yazdığı əsərlərində bir qədər bədbinləşir. Məşhur fəlsəfə lüğətini də burada yazıb. Diderot və D'Alembert'in ensiklopediyasında antiklerikal məqalələr çap etdirir. Fəlsəfi baxışları İngilis filosofu Locke'un dünya görüşündən uzağa gedə bilməyib. Kilsəyə qarşı çıxsa da ateist olmamışdır. Əksinə, ateizmi zəkanın böyük səhvi hesab edib. Təbiəti, onun obyektiv qanunlarını öyrənməyə çağırmışdır. Həyata xeyirlə şərin mübarizəsi kimi baxır. Onun Kandid, Sadəlöv, Zadid kimi fəlsəfi satirik povestləri daha çox şöhrət qazanmışdı. Əsərlərində zülm və əsarəti, müharibə və müstəmləkəçiliyi, feodal özbaşınalığını amansızca qamçılamışdı. Əsərlərinin külliyyatı 100 cildə qədərdir. Fikirlərindən nümunələr. Bütün heyvanlar bir-biri ilə daimi müharibə vəziyyətindədirlər. Hər növ başqa bir növü yemək üçün yaranıb. Qoyundan göyərçinə qədər elə bir heyvan yoxdur ki, saysız miqdarda başqa canlılarla qidalanmasın. Paris və Menelay kimi hər növün də erkəkləri dişilərindən ötürü döyüşür. Hava, yer və su başdan başa dağılma meydanıdır. Bəs siz mənəvi köləlik barədə nə deyə bilərsiniz? Siz nəyi mənəvi köləlik adlandırırsınız? Mən uşaqlarımızın ağlını şikəst etməyimizi nəzərdə tuturam.
əvvəlcə onlara bizi güldürən axmaq sözlər öyrədirik, sonra onları həmin axmaq sözlərə inanmağa məcbur edirik. Beləliklə, millətimizi barbar və qorxaq gicbəsərlərə döndəririk